Nasıl almışlar? Bugün zırh paketlerimi göstereceğim. 2026'ya aldığım. Ama zırh paketim o kadar çok değil, azdı. Hamısından 2-2 almışam. En çok ondan 2-2 almışam da belə deyək. Birinci videomdur. Elə belə çəkirəm də maraqsın. İnşallah izlənər də görək. Bazılardan başa. Birinci bununla başlamaq istəyəm. Adi bir şeydir. Yandırandı. Neyse. Bunu belə qoyaq. Ondan sonra bunlar. Bununla başlayırıq. Bunlar biz nədir? Saxlayan top deyirlər buna. Atsız pak deyir, işıq saçır bir də. Belə bir şeydir, bunları qoyaq belə. Beş tane almışam. Birinin qiyməti 30 qəpikdir. Ondan sonra bunlar böyüdü, düşdü daha. Bunların şeyini deyirəm, nə mənası olduğunu. Yandırırız bunu buradan. Uçur göyə də içinə. Qutardı. Uçur göyə də partlayır. Zor bir şey. En yaxşı bir şeydir. Biri 30 qəpikdir. Ya 30 qəpik ya 40 qəpik yadımda deyil tam. Ondan sonra P750'lər var burada. Bunlar da yaxşı partlayanlardandır. Qırmızı fitili var bomba şimdi. Gözlə göstərim qoy. Qəşəngdir, yəni hər yenilikdə alıram demək olar ki bunlar. Daha. Neyse bunları belə qoyaq. Nerede belə qoyaq da. Belə qoyaq, belə alırıq ya. Ondan sonra bunları göstərmədim, başla bunları göstərsəydim. 3 paska almışdım, 2 paska qaldı indi. Birini də atmışam. Ama çox atmamışam daha. Bundan 2 paska yenə atmış. Belə qoyaq bunları da. Yox, belə qoyaq biz bunları. Belə arxası üstə qoy. Bunu çəkək. Onsuz yəni bildiyimizi yandım. Ondan sonra şeyi göstərəcəm. P23 ama patlıkadır, yəni o hamısı patlık olur bunların. Belə görsün. Lap əvvəl var idi. Mən əvvəllər alırdım onun orijinalını. Ama indi hamısı patlıka gəlir onsuz. Bunları da belə qoyaq. Deməli, çoxunun qiymətini demədim, yaddan çıxdı. İndi bir deyirəm. P750 60 qəpik. Bunun birini 1.50 almışam. Biri də 80 qəpik. P23. Mən ucuz almışam, çünki əvvəl almışdım. Bunları dedim də. Ondan sonra Zenga gəlir. Görürsünüz. Zenga. Qiymətləri bir manatdır. Biraz indi biri. Belə qoyaq və axırıncı deyəsən, bəli, axırıncılar. Şeylərdən bu şeylər. Bəli, bu fişəklərdəndir. Fişəklər qəşəng, çünki bunlar göy atmır, onsuz göy atmır, amma bunlar onsuz göy atmır, onsuz bunları bir-birinin üstünə atır. Maraqlı olur, yəni. Ya da vurmuruq bir-birimizə, yəni uzaqdan uzağa atırıq, maraqlı olur. Bundan da 2 dənə almışam. Başdan axıra bilən qiymətləri deyim. Hamısı 50 qəpik, 30 qəpik, hamısı 1.50, 60 qəpik, 1.50, 80 qəpik, 1 manat, 40 qəpik ya da 30 qəpik. Bunun da biri 1.50, ikisi 3 manat. Bunlar ikisi 1.60, ikisi 2 manat. Neyse də azalmışam, çünki mənasız çox almaq. Yəni, partlayan şeylər baş-başına pul vermir. Mən mırta aldım elə belə. Partlatmağa da. Yaxşı, sağ olun.
Sağ olun.